Salam, hörmətli əməkdaşlar, hər birinizi xoş gördük. Qısaca özümü təqdim edeyim. Cəfərli Turanə, ixtisasım biokimyaçı, dietoloq və nutrisioloq. Hal-hazırda Sabira Wellness şirkətində artıq bir ildir ki, fəaliyyət göstərirəm və sizlərə fərqli-fərqli mövzularda təlimlər keçirilir. Və təlimlərimiz də çalışdığımız qədər fərqli mövzulara, xüsusən də insanları daha çox narahat edən mövzular haqqında olur. Və bugünkü təlimimizin mövzusu da sırf daha çox belə deyim, qadınları arasında əsas problemlərdən biridir, pigmentasiya haqqında olacaqdır. Pigmentasiya olan insanlarda mənim daha çox müşahidəmdə rast gəlinən əsas baxış bucağı nədir? İnsanlar sadəcə həmin ləkədən qurtulmaq istəyirlər. Yəni ləkəni silmək istəyirlər. Lakin burada ən vacib məqam odur ki, bunun mexanizmini düzgün anlasaq, bu ləkələrdə, yəni proses olaraq mexanizmi düzgün anladıqda artıq bizə nə lazımdır? Bu ləkə ilə biz necə mübarizə aparmalıyıq? Bunun cavabını tapa bilirik. Və mexanizmi düzgün anladıqda və yaranma səbəbini biz artıq bildikdən sonra artıq biz üzümüzə lazım olan vasitəni seçirik, istiqaməti seçirik və bu şəkildə də pigmentasiya ilə mübarizə apara bilirik. Gəlin ilk növbədə biz bu günləri təlimdə əlbəttə ki, pigmentasiyanın mexanizmi anlayacaq, onun yaranma səbəblərini, niyə yaranır, niyə bəzi pigment ləkələri açılır, bəziləri açılmır və bəziləri hansısa bir güclü bir prosesdən sonra həmin ləkələr qayıdır və bu günləri biz bunlara inşallah toxunacağıq. Gəlin ilk olaraq başlayaq. Pigmentasiya nədir? Pigmentasiya demək ilk olaraq dərimizdə melanin adlı bir maddə var ki, bu maddə bizə dərimizdə rəng tonunu bildirir. Bu melaninin çoxalması və həmin o melaninin yığılması nəticəsində həmin bu pigmentasiya baş verir. Əslində melanin yəni hər bir dəridə olmalıdır, yəni normada olmalıdır. Lakin bu maddə yəni bizim düşmənimiz deyil. Əsasən bu maddə bizi qorumaq üçün burada özünün mexanizmi var. Lakin burada proses nə olur? Həmin bu melanin ifrazı, yəni işləməsi pozulduqda artıq o bizim dərimizdə ləkə kimi görsənir. Yəni qoruma funksiyası olaraq həyata keçirmək istəyəndə burada balans olaraq həddindən artıq çox və yaxud da az ifraz olunur. Proses olaraq burada yığıntı şəklində bizə ləkə kimi görünüş bəxş edir. İlk olaraq melanin bildik ki, bizim rəng hüceyrələrimizdir, dərimizə rəng verir. Gəlin baxaq və bu melanin niyə belə bu şəkildə yaranır və bizdə ləkə kimi bilinir. Bu bizim dərimizdir. Şəkildə də görə bilərsiniz. Dəri hüceyrələrimizdir. Baxın. Melanin burada rəng hüceyrələridir və onun tərkibində melanositlər var ki, və bunlar da melanin ifraz etdikdə bu şəkildə ləkə kimi yığılır. İlk olaraq biraz adlar çətin gələ bilər, lakin burada mexanizm çox önəmlidir. Çalışacağım ki, çox sadə dildə sizə izah edim. Bizdə ümumiyyətlə bədəridə bir mexanizm var. Tirazin adlı bir maddə var, lazımlı bir maddədir. Bu tirazin maddəsi tirazinaz demək fermentinin aktivləşdirəndə burada melanin başlayır daha aktiv şəkildə iştirak etməyə. Yəni, bax, dəridə olan, ümumiyyətlə dəridə olan tirazin adlı maddə özü tirazinaz fermentini aktivləşdirir və bu tirazinat isə vasitəsi ilə həmin bu melaninə çevrilir. Yəni, burada problem, yəni bura çox belə deyim, başınızı yormayın. Problem əsasən, baxın, bu mexanizmdədir. Burada bu əsas bizim nəzərimizdə saxlamalı olacağımız bu tirazinat fermentidir ki, bu aktivləşir. Və bunun aktivləşmə fonunda da, baxın, bu melanin həddindən artıq çox olur. Yəni, burada sırf biz həmin ləkədə, yəni fokusumuzu ləkəyə deyil, bu mexanizmdə olmalıdır ki, bizdə bu proses necə baş verir?
Ə, demək, gəlin burada daha sizə dərin izah verim. Bu bizim dəri hüceyrələrimizdir. Burada melaninin paylanması necə baş verir? Baxın bu yumru halqavari olan görürsüz burada göy rəngdə olan bu halqa bu melanosit hüceyrəsidir. Bu özü demək melasom adlı hüceyrələr ifraz edir. Görürsüz belə bu şəkildə. Elə bil ki bu fabrikdir. Bu fabrikin yaratdığı xırda-xırda melanosomlar var və bu melanosomlar bu şəkildə daşınır, gəlir bizim dərimizin səthinə və burada demək melanin başlayır yığılmağa. Yəni bax bu ləkənin, melaninin yığılmasında bu bizim əsas hüceyrəmiz və onu aparan melasom adlı bax bu nəqliyyat. Yəni biz burada sırf burada yığılan ləkəyə deyil, həm bu prosesə fokuslanmalıyıq, həm bax bu nəql edici yola. Yəni məsəl üçün sırf bu ləkəni biz aradan qaldıraq. Yəni indi insanlar nə edir? Çalışır ki, dərini açsın, lakin bu mexanizmdən xəbərdar deyil. Və bəlkə bizim bədənimizdə elə bir proses var ki, həmin bu hüceyrəni daim aktiv tutur. Yəni bu melanosit hüceyrəsini, yəni əsas bu fabriki daim aktivləşdirir. Əgər bunlar aktiv olarsa da, bu yenə də bu proses davam edir. Bunu aktivləşdirəndə həmin o tirozinat fermentidir ki, o daim aktiv şəkildə olursa da, baxın, bu reaksiya daim insanlarda baş verir. Və ona görə biz ilk olaraq bu ləkənin yaranması deyil, bunun daşınmasını bloklamalıyıq. Yəni buradan bura daşınması, yəni həddindən artıq çox daşınmasın. Və bunun üçün biz ilkin olaraq səbəblərə baxmalıyıq ki, baxın, bu prosesi yaranmasına niyə bunlar yaranır? Yəni bəzi insanlarda yoxdur, bəzi insanlarda var. Yaranma səbəbləri çoxdur. Və istəyirəm ki, hər biriniz də dəqiq bir özünüzdə qeydlər apararsınız ki, əgər bizə müraciət edən insanlar pigmentasiyadan əziyyət çəkirsə də, ilk növbədə biz səbəbi də soruşuruq. Səbəb soruşmaq dedikdə əsasən hal-hazırda yaşı çox önəmlidir. Yəni bir insanın burada yaş faktorunu nəzərə almalı ki, hansı kateqoriyaya aiddir. Əgər məsəl üçün 45-dən 50-dən yuxarıdırsa da, burada əlbəttə ki, pigmentasiya ilə üzləşə bilərlər. Səbəb nədir? Səbəb dəri yenilənməsidir. Yəni biz bilirik ki, normalda dərimiz 21 gündən bir yenilənir. Həmin o yığılmış melanomlar da demək təmizlənir. Lakin yaşlı insanlarda isə bu proses ləng getdiyi üçün çox ləng getdiyi üçün bu orada yığıntı kimi artıq yenilənə bilmədiyi kimi bir ruzə verir. Sonra gördüyünüz kimi ən önəmli, belə deyim, əsas bu pigmentasiyanı, yəni bu mexanizmi gücləndirən ultrabənövşəyi şüalardır. Bəli, çox eşitmişik ultrabənövşəyi şüalardır, lakin burada təkcə buna fokuslanmaq lazım deyil. Çünki bir insan ola bilər ki, hormonal dərman qəbul edir. Daha çox insanlarda müşahidə etdiyimiz hansı hormonal? Yəni hamiləlikdən qorunma üçün istifadə olunan dərmanlar, kimyəvi dərmanlardan söhbət gedir. Və bizə müraciət edən insanlarda sual oldu. Hal-hazırda sual nə veririk? Hal-hazırda yaş kateqoriyasımız, sonra ikinci əsas hormonal dərman qəbul edirikmi? Yəni bir insan daim hormonal dərman qəbul edirsə də, yəni əlbəttə ki, bu pigmentasiya ilə mübarizə apara bilməyəcəkdir. Yəni daim bunda ləkələr aktiv şəkildə olacaqdır. Hətta o üzdəki ləkələri belə təmizləsə belə bir müddətdən sonra yenə yaranacaqdır və burada da çox önəmlidir. Bu hormonlar əlbəttə ki, hamiləlikdə də önəmlidir. Çünki burada estrogen, progesteron hormonu həmin o təlimin başında dediyim tirozin fermentini aktivləşdirdiyi üçün həmin melanin yığılması müşahidə olunur. Və bəzən ola bilər ki, suallar yarana bilər ki, bu hormonal vəziyyətdə insan çox maarifli olmalıdır ki, yəni əgər bir hamiləlik devrindədirsə də mütləqdir ki, dərisini daim qorunmalıdır ki, bu pigmentasiya baş verməsin.
Yanlış kosmetikalara gəldikdə, burada əsasən peelinglərdən söhbət gedir ki, məsəl üçün tərkibində 30, 50, 40% salisit turşu, yəni digər bir şiddətli turşular var ki, dərini daim onunla istifadə edir və istifadə etdikdə dəri bariyeri zəifləyir və dəri bir stresə düşür. Stresə düşəndə həmən yenə bu melanin başlayır hüceyrələri aktiv şəkildə ifraz etməyə, yəni sintezi başlayır, yəni dəri qoruma funksiyasına keçir. Burada da mütləq kosmetika seçərkən tərkib hissələri çox önəmlidir. Yaşlanmadan dedik, genetika da çox önəmlidir. Bəzən bu genetik faktorlar da burada daha çox, məsələn, Çillərdə ola bilər ki, bunlar bizə genetik faktorlar vasitəsilə ötürülür və ən əsası genetik faktor da belədir ki, bir insanı, məsəl üçün anasında daha çox pigmentasiya varsa da, əgər biz vaxtında müdaxilə etməsək, həmin genlərin oxunmasını tezliklə həmin uşaqlar da əlbəttə ki, həyatlarında görürlər. Demək, burada ümumi səbəblərdən ən çox səbəb bəli günəşdir. Lakin burada hormonlarımızı, iltihab, yəni aknedən sonra olan ləkələr də çox mövcuddur, çox yayılıbdır, daha çox müşahidə olunub. Yəni bunlar da nəzərdən qaçmamalıdır. Ola bilər ki, bir insan daim üzünü qoyurur, ləkə açıcı proseslərlə üzünü açmaq istəyir, lakin nəticə almır. Nəticə altda yatan səbəblər ola bilər. Əlbəttə ki, bunun bəlkə digər kosmetik vasitələri də qarışdırır. Yaşı burada həddindən artıq çoxdur və ən əsası mütləqdir ki, hormon qəbul edir. Yəni bunlar mütləq nəzərə alınmalıdır. Keçək pigmentasiyanın növlərinə və bunu heç kəs səhv salmasın. Pigmentasiyanın növləri fərqlidir və ən çox, yəni daha çox yayılan son zamanlarda günəş ləkələridir. Bunlar görürsüz, baxın burada lentigo yazılıb, belə xırda-xırda görürsüz belə ləkələrdir. Həm yayılıbdır, bir-birinə yaxın məsafədə yerləşir. Bu günəşdən düşən ləkələrdir. Bu günəşdən düşən ləkələr bir günə düşmür. Yəni bunu da nəzərinizdə saxlayın. Bunlar insanlar uzun müddətli günəş şüalarına məruz qalaraq dəridə bu ləkələr meydana gəlir. Ən çətini melazmadır, həddindən artıq, bax buradakı şəkildəki kimi hər iki yanaqda eyni simmetriya şəklində, demək olar ki, ölçüləri də eyni olur. Bu şəkildə olur. Daha çox hormonlara görə bax bu ləkələrlə insanlar üzləşir. Melazma yenə deyirəm, daha çox hormonal olur, hamiləlikdə olur, genetik ola bilir. Günəş ləkələri ola bilir ki, günəş ləkələri haqqında danışdıq ki, post akne ləkələri. Post akne ləkələri, yəni dəridə iltihab olur, dəri travma alır, onu bir ləkə kimi özündə saxlayır. Bunlar travmatik ləkələrdir. Yəni burada da iltihabı bir proses olduğu üçün iltihab olanda həmin iltihabı mediatorlar, həmin o təlimin başlanğıcında dediyim tirozinaz fermentini aktivləşdirir ki, dəridə iltihab var, qorunma funksiyasına keç. Yəni proses bu şəkildə baş verir. Dəriləri qətiyyən bir-birindən səhv salmaq düzgün deyil. Bir də bu bir şəkil isə vitiligodur. Burada da tamam fərqlidir. Burada demək olar ki, melanosit hüceyrələrin azlığı, yəni digərində çoxluğudur, rəng qaralır. Bax bu vitiligo xəstəliklərində isə bunlar da genetikdir, immun bir prosesdir. Bu haqda yəni qarışdırmayaq. Yəni ümumi prosta məlumat vermək istəyirəm ki, burada da demək həmin bu melanin hüceyrələrinin azlığı deməkdir. Və ona görə ləkələr, hər ləkə eyni deyil. Ona görə də burada yanaşma fərqli olmalıdır. Və ona görə bəzi insanlar nəticə alırlar, bəziləri çox gec alırlar və ona görə də burada biz ilkin olaraq ləkələrin növünə baxmalıyıq. Bəs hansı ləkələr açılır, hansılar çox çətin açılır? Gəlin baxaq. Post akne ləkələri, yəni aknedən sonra yaranan ləkələr, bunlar tez açılır. Burada bir iltihabı dəri qorunma funksiyasına keçərək deyə bir travmatik bir ləkələr olduğu üçün tez nəticə verə bilir. Yəni əsasən burada biz nə edirik? İltihabı mediatorları aşağı salırıq, dəri yenilənməsini sürətləndirir. Günəş ləkələri də orta, yəni vaxtında biz müdaxilə ediriksə də, yenisinin yaranmasının qarşısını ala biliriksə də, əlbəttə ki, burada da yenə ton açıcı bir prosesi biz görə bilərik.
Ən çətin melazmadır ki, çox çətindir və proses olaraq da təkrar yenə geri dönə bilir. Ə, yəni əsasən daha çox melazmanın biz geri döndüyünü dəfələrlə rast gəlibdir. Və bunun səbəb aradan qaldırılmalıdır və xüsusən də məsəl üçün niyə ləkələr geri qayıdır? Gəlin buna da baxaq. Tutaq ki, bir insan, mənim bir yaxınımda xüsusi müalicələr alıbdı. Onda da sırf melazma idi, hamiləlik dövründə baş vermişdi və bunun demək özüm baxırdım, yəni ümumi danışırdım prosesindən danışdı. Bəli, ləkələri açılmışdı. Lakin uzun müddətli idi proses. Uzun müddətli olsa da, lakin üzünü qorumadı. Yəni üzünü qorumadı deyəndə SPF istifadə etmədi. Burada artıq ləkələr həmən geri qayıtdı. Yəni o qədər əziyyəti əlində qaldı. Və ona görə də melazmadan biz mübarizə aparanda mütləqdir ki, biz xüsusilə burada SPF-lərə, yəni dərini qorumalıyıq. Əgər dərini qorumazsa, həmin proses bizə geri dönüş edəcəkdir. Yəni bu bədənin bizə verdiyi bir mexanizmdir, bir reaksiyadır və biz heç kəs, yəni burada hədəflənməməlidir ki, məhz bu dəri, bəli, dəridəki ləkəni açmalıyıq. Lakin içəridəki səbəbi də araşdırmalıyıq ki, mənim ləkəm niyə yaranıbdır, hansı səbəbdən yaranıbdır. Əgər biz kök səbəbi tapa bilməsək, bunlar hamısı keçici bir proses olmalıdır. Baxın, nələr etmək olmaz qətiyyən. Yəni daha çox ləkələri artıra bilərik və yaxud da olmayan bir insanda ləkə yarada bilərik. Mütləqdir SPF-siz günəşə çıxmaq. Hətta bütün dermatoloqlar akne ləkəsi olan, aknedən əziyyət çəkən yeniyetmələr var ki, yəni hər kəsə SPF yazılır. Çünki onlar burada çox önəmlidir. Günəşə bu SPF haqqında keçən il təlimlərimiz olmuşdu. Yəni burada bəzi suallar var idi ki, bunlar onkoloji xəstəlik. Xeyr, elə bir şey yoxdur. Əsas tərkibləri çox önəmlidir. Və ona görə də SPF-siz qətiyyən mütləqdir ki, yəni yaz, qış bunlar artıq fəsillə əlaqəli olan bir şey deyil. Daha çox yaz aylarında daha çox fokuslanmalar, yay aylarında xüsusilə. Bu çox önəmlidir. Aqressiv peelinglər. Bilirik ki, bəzi məsəl üçün hal-hazırda reklamlar da gedir sosial şəbəkələrdə, peelinglər. Baxın, peelinglər çox önəmlidir. Bəli, biz etməliyik. Lakin peelinglər hansı peelinglərdir? Mənim dərimə necə təsir edir? Tərkibi mütləqdir. Aqressiv peelinglər var ki, tərkibində 30% qlikolik asidlə bu həmən orada dəri bariyerinə bir stres yarada bilər. Yenidən ləkənin yaranmasına gətirər, çıxardır. Qarışıq məhsullar dedikdə bunu niyə qoymuşam burada? Çünki ola bilər ki, indi biz düzdür şirkətin məhsullarından istifadə, yəni danışırıq. Lakin aramızda ola bilər ki, bəzi məhsulları da şirkətin məhsullarından bir yerdə işlədirik. Burada əsas bilmədən, yəni indi bilmədən məhsulları qarışdıra bilərik və bu ləkələrin artmasına gələ bilər. Məsəl üçün çox eşitmişik retinol haqqında, bəlkə də indi aranızda istifadə edən var və başqa brendlərdən. Burada səhv nə ola bilər ki, turşu istifadə etdiyi gün retinolu da istifadə edir, skrapı da istifadə edir. Artıq burada üçünü də bir yerdə istifadə edəndə dəridə həmin qıcıqlanma yaradır. Yenə də dəri bir stresə düşür, dəri bariyerini zədələyir. Yenə də burada həmin mexanizmi daha aktiv olmasına gətirir, çıxardır. Və bunlar da mütləq çox önəmlidir. Dərini qətiyyən yandırmaq olmaz. Yəni bunlar əlbəttə ki, lazerlərdən söhbət gedir. Bilirsiniz ki, lazer son zamanlarda çox populyardır. Bəli, dermatologiyada sırf bu pigmentasiya üçün. Lakin burada da seçəcəyimiz lazer çox önəmlidir və ən önəmli pigmenti, yəni lazerdən sonra qorunma. Yəni hər lazer ideal belə bir şey yoxdur. Yəni lazerdən sonra qorunma da xüsusi burada təlimatdır. Keçək düzgün müalicə strategiyasına nə olmalıdır, nə olmamalıdır. Olmamaq haqqında danışdıq. İndi burada bir ümumi olaraq bir təmizlənmə olmalıdır. Baxın, əgər bizim üzümüzdə həddindən artıq çox sebum varsa da və yaxud da toz, çiğ, belə bir şeylər varsa da burada dəri özünü yeniləyə bilmir.
Yəni bizim də məqsədimiz dəri öz funksiyasını gündəlik olaraq yerinə yetirsin. Yəni dəri özü özünü yenilənsin. Və əgər təmizlənmə yoxdursa da bu proses getməyəcəkdir. Eksfoliasiya nədir? Eksfoliasiya burada çox diqqətli olmaq lazımdır. Bizə elə bir eksfoliasiya lazımdır ki, yəni dəriyə qıcıq vermədən, yəni stres vermədən özü özünü, ölü hüceyrələrini təmizləməlidir. Aktiv müalicə dedikdə burada xüsusi aktiv maddələr var ki, hansı ki o dediyim tirazin fermentini bloklayır. Sonra o daşınan o hüceyrələr melanosit hüceyrələrin daşınmasını bloklayır. Həmin aktiv maddələri biz əlavə etməliyik. Bir də ən önəmli dərini daim qorumalıyıq. Yəni müalicə strategiyası bundan ibarətdir. İndi gəlin baxaq bu strategiyaya hansı maddələr daxil olur. Biz dedik ki, ilkin demək etapda bizə təmizləmə lazımdır ki, çünki təmizləmə olmasa dəri yenilənə bilmir. Və baxırıq bizə hansı təmizləmə lazımdır. Və biz dedik bizə yüngül eksfoliasiya lazımdır. Bunun üçün baxın bu laktik asid üz yuma gölü həm burada üzümüzü təmizləndirir. Baxın biz dedik ki təmizləmə və eksfoliasiya lazımdır. Və bu hər iki bu müalicə protokolu bu maddənin içində var. Biz laktik asid vasitəsilə yüngül dərimizi eksfoliasiya edirik və eksfoliasiya etdikdən sonra bu turşu vasitəsilə melaninin düzgün paylanmasına köməklik edirik. Sonra bunun tərkibində nə var? Tərkibində aloe var, bir də betain var ki, bu da sırf dərinin baryerini qoruyaraq artıq bizə yəni qıcıqlandırmır. Bəzi üz yuma gelləri var ki, tərkibində turşuluğu çox yüksəkdir və əlbəttə ki, bu da çox turşu olan bir dəridə, yəni tətbiq etdikdə bəli, dərini təmizləyə bilər, amma həssaslaşdıra da bilər. Bu zaman isə dəri yenə də özünü qoruma funksiyasına keçərək burada bu həmin prosesi gücləndirə bilir. Lakin burada aloe betain nə edir? Yuduqdan sonra bu turşu vasitəsilə həmən bunun tərkibindəki olan bu maddələr baryerimizi qoruyur. Burada yəni məqsəd məsəl üçün bir serum sürtüm, serumdan başlayıb əlbəttə ki, biz əvvəlcə bu təmizlənmə olmalıdır ki, bundan sonra bax dediyim bu aktiv müalicə, yəni aktiv maddələr dəriyə keçə bilsin. Bu bizim ilkin başlanğıc mərhələmizdir. Sonra isə aktiv müalicə dedikdə biz aktiv maddələr var ki, hansı ki həmin prosesləri qabağını alır. Yəni mexanizmlərin qarşısını alır. Gəlin baxaq niatinamid. Niatinamid bilirik ki, B3 vitaminidir, çox danışmışıq, faizləri var. Məhz 10%-dir. Yəni PubMed-də də özünüz də baxa bilərsiniz. 10%-li niatinamidlər sırf dəridə həmin bu melaninin bərabər yayılması üçün daha çox istifadə olunur. Biz dedik ki, baxın şəkil var idi, melanosomun transferi. İstəyirsiniz bir dənə qayıdın, baxın. Daha baxın. Bu melanosit hüceyrəsidir. Bu hüceyrələr melanom demək hüceyrələrini aktivləşdirir və bu melasomları bax bu nəqliyyat kimi bu şəkildə bura aparır. Məhz niatinamid, baxın, bu melanosom var, və bura gedən bu prosesi bloklayır. Gördünüz, baxın, bu gedən prosesi bloklayır. Həmin bu niatinamid, 10% niatinamid, həmin bu melanosom transferini, yəni bloklayır. Bunun serumun tərkibində əlavə centella var. Centella da ümumiyyətlə dermatologiyada son zamanlarda çox populyardır və yəni nəticələri də çox yüksək, yaxşı olduğu üçün və burada olmağı da bizim işimizə daha da yaxşı edir ki, iltihabı azaldır ki, dəri stresə düşməsin. Əlavə göbələk ekstraktları daha çox antioksidantdır və burada niatinamidin əsas rolu, istəyirəm ki, hər biriniz başasınız, burada onun hüceyrəyə, yəni melaninin həmin o rəngin istehsalını yox, onun hüceyrə daşınmasını bloklayır. İlk növbədə odur. Və ona görə də əlbəttə ki, biz aktiv müalicədə mütləqdir ki, niatinamidi biz insanlara təyin edək.
Və hal-hazırda bu prosesdə bizə kömək edən iki dənə digər aktiv məhsulumuz var. Demək, ağardıcı maskamız tərkibində niatinamid və arbutindir. Niatinamid haqqında danışdıq. Burada olması yenə də bizim işimizi daha da yaxşılaşdırır. Və arbutin burada nə edir? Arbutin çox zərərsiz bir maddədir. Hətta arbutinin ümumiyyətlə heç bir toksikliyi yoxdur. Yəni hamiləlikdə belə istifadə olunan bir maddədir. Heç bir onun zərərli bir prosesi ümumiyyətlə tapılmayıbdır. Arbutin biz dedik ki, ümumiyyətlə baxın bura qayıdıram bir də daha bax bu melaninin yaranması, ləkənin yaranması, tirazinaz fermenti bu aktiv bu olduğu üçün bu yığılma baş verir. Və bu tirazinazın aktivliyini məhz bax bu arbutin tamamilə bloklayır. Yəni yavaşladır, bloklanmır, amma zəiflədir. Arbutin sayəsində biz dərimizdə olan həmin fermentin aktivliyini yavaşladırıq. Yəni zəiflədirik. Və əlbəttə ki, bu iki məhsulu bir yerdə bir post effekt yaradır. Yəni daha güclü bir proses olaraq güclü şəkildə işləyir. Bundan əlavə biz keçirik gecə müalicəsinə. Gecə müalicəsi dedikdə dərinin əsas dəri yenilənməsi gecə baş verir. Gecə regenerasiyası deyilir. Dəri yenilənir. Və onun üçün də biz həmişə deyirik ki, gecə rutini çox önəmlidir. Və burada bu prosesdə əlbəttə ki, bizim bu tərkibində vitamin C və alfa arbutin olan demək, bu kremdən istifadə edəcəyik. Etil askorbik asid burada, yəni stabil vitamin C şəklindədir. Biz bilirik ki, kremlərdə vitamin C çox formalarda olur, lakin bu kremin tərkibində stabil formadadır. Stabil, yəni həm həssas dərilər istifadə edə bilər, həm də onun orada, çünki vitamin C özü tez oksidləşir və burada stabil formada olmağı uzun müddətdə qalmasıdır. Və vitamin C pigmentasiyada çox əsas aktiv maddələrdən biri sayılır ki, daha çox rəng açıcı, dəridə olan, axı biz dedik bu dəri ləkələrinin əsas səbəblərindən biri də oksidativ stressdir ki, hansı ki bu vitamin C vasitəsilə də bunu biz bloklaya bilirik. Və yenə də tərkibində niatinamid var. Əlbəttə ki, bu üçünün də bir yerdə olması bizim işimizi daha da asanlaşdırır. Ən vacib məhsula gələk ki, SPF tərkibli kremlərdir ki, mütləqdir ki, yəni evdə olsaq belə insanlar çox zaman ev şəraitində olsa belə, yəni istifadə etmirlər. Lakin elə deyil. Ev şəraitində olanda da belə mütləqdir ki, SPF-dən istifadə edək. Və hal-hazırda peptid tərkibində SPF-lə olan məhsulumuz var ki, həm dərimizi ümumi olaraq dəri bariyerini bərpa edir, həm tərkibindəki olan demək, bioflavonoidlər var ki, bunlar ultrabənövşəyi zədəni azaldır. Əlavə antioksidan bir A, C, Y vitamini var ki, bunlar üçü də kapsula şəklindədir. Bu kapsula olmaqda əsas məqsəd nədir? Bunlar dərinin dərin qatına enərək uzun müddətli qalırlar və bu da daha çox qorumağa gətirir çıxardır. Burada bu məhsulla hal-hazırda, yəni mövcud ləkələri açmırıq, lakin onun yenisinin qarşısını alırıq. Çünki biz təlimə başlayanda dedik ki, əgər biz həmin prosesi qarşısını almasaq, bu ləkələr daim bizdə olacaqdır və bunun üçün də biz mütləqdir ki, bu vasitə ilə, bu krem vasitəsilə yeni yaranan həmin bu ləkələrin qarşısını alırıq. Yəni burada da diqqətli olmağınızı istəyirəm. Daxili dəstəyə gəldikdə biz dedik ki, həmin proses hüceyrə içində baş verir. Yəni şəkildə də gördüyümüz kimi dərinin hüceyrəsinin içində. Və burada da önəmlidir ki, biz təkcə lokal deyil, həm də daxili dəstək. Və bəzən insanlar bu lokal dəstəyə elə başa düşürlər ki, çox ehtiyac olmur, lakin elə deyil. Müalicə hər iki həm lokal olaraq, həm daxili olduqda daha yaxşı nəticə alırıq. Və ona görə də burada daxili dəstəkdə lokal müalicə ilə bir yerdə apardıqda və
e, daha uzun müddət də vaxt baxımından da uzun müddətli biraz aşağı düşür və hüceyrə içində olan prosesi tənzimləyir. Bunun üçün biz tövsiyə edəcəyimiz məhsul iki məhsuldur. Burada demək omega 3'dür, bir də navamindir, antioksidant dəstəkdir. Navaminin tərkibinin əsas tərkib hissəsi A, C, Y vitaminləridir. Bunlar bu vitaminlərin gəlik dəridə baş verən mexanizminə baxar. Vitamin C biz dedik ki, həmin bu tirazin fermentinin zəiflədir. Yəni əsas işi ondan ibarətdir. Vitamin Y hüceyrəni qoruyur. Vitamin A da dəri yenilənməsini, yəni bizdə dəri yenilənməsi aktiv şəkildə olmalıdır ki, həmin pigmentasiya bizim dərimizdən normal paylana bilsin. Omega 3'ü isə daha çox bu iltihabı, yəni post akne olan ləkələrdə daha effektlidir. Çünki orada iltihabı mediatorlar yüksək olur, tirazini qaldıran o olur. Əgər akne varsa da, yəni post akne ləkələridirsə də, yəni bunu da dəyərləndirdik. Burada mütləqdir ki, omega verilsin. Burada şəklini qoymamışam, amma post aknedə sink da yaxşı təsir edir. Yəni bunu da qeyd edə bilərsiniz. Çünki sinkın özü dəri yenilənməsi üçün əsas mineral sayılır. Yəni post aknedə əlbəttə ki, onu da verilməli, daha məqsədə uyğundur. Sonda isə nəticədə bunu demək istəyirəm ki, ümumiyyətlə əgər biz dərsimizi nəzarətsiz qoysaq, həddindən artıq fikir verməsək, bu proseslər bizdən daim olacaqdır. Pigmentasiya ümumiyyətlə çox səbir, davamlılıq istəyən bir prosesdir. Əgər biz dəriyə düzgün yanaşsaq, onun səbəbini araşdırsaq, əlbəttə ki, bunu səbirlə bu prosesin qarşısını ala bilərik. Bizim məqsədimiz nə olmalı? Bizim məqsədimiz ləkəni örtmək deyil. İlk olaraq yaranma səbəbini anlamaq, ondan sonra isə onun qarşısını almaqdır. Və hər kəsdən bunu bilməyinizi istəyirəm ki, pigmentasiya bir günə yaranmır və bir həftəyə də keçmir. Bunun üçün uzun müddət lazımdır, səbir və davamlılıq lazımdır. Və ən əsası kök səbəbi tapılmalıdır və ondan sonra isə düzgün yanaşma. Və bu şəkildə də insan pigmentasiya ilə əlbəttə ki, mübarizə apara bilər. Və ən önəmli, pigmentasiyanın çox uzun bir müddətli, yəni ləkə var, bunu yəni heç bir müdaxilə olunmuyubdur və 10-15 ildən sonra istəyir ki, bu pigmentasiya ilə mübarizə aparsın, artıq burada vəziyyət çox çətin olur. Çünki bu ləkə artıq dərinin dərin qatlarına qədər enir, yəni proses olaraq artıq onu açmaq çox çətin olur. Ona görə hər bir şeyi vaxtında həll etmək lazımdır, vaxtında SPF-lərimizi, aktiv maddələrimizi istifadə etmək lazımdır və bu prosesə səbirlə yanaşmanızı xahiş edirəm. Hər birinizə təşəkkür edirəm təlimə vaxt ayırıb qoşulduğunuz üçün. Ümid edirəm maraqlı təlim oldu. Bilmirəm faydalana bildinizsə mənim üçün nə xoş. Əgər mövzu ilə bağlı suallarınız da olsa, inşallah mənə geri dönüş edərsiniz. Sağ olun, gələn təlimdə görüşmək ümidi ilə.